Bir qadının 3 ay satıcı işləməsi fonunda yaranan bir faciəni təqdim edirik. O rəhbərlik tərəfindən mağazadan 1000 manat oğurlamaqda ittiham olundu. Şəkli mağazada divara yapışdırıldı. Qadının əri isə bu təhqirə dözməyib qisas planı hazırladı. Adətən filmlərdə rastlaşdığımız, lakin bu dəfə Əmircanda baş vermiş faciəvi dramı təqdim edirik. Tahir Hüseynov 2014-cü ildən Suraxanı Dövlət Yanğından Mühafizə İdarəsində sürücü işləyib. İşdə olduğu günlərdə icarə əsasında idarə etdiyi maşınla taksi fəaliyyətinə də məşğul olub və beləliklə ailəsini dolandırmağa başlayıb. 2019-cu ildə arvadı Zülfiyə Hüseynova Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən marketin parfümeriya şöbəsində satıcı işləməyə başlayır. Tahir Hüseynov deyir ki, 3 aydan sonra mağazalar şəbəkəsinin müdürü Elman Əsədov malların satışdan əldə edilmiş 1000 manat məbləğində pulu kassaya, yəni xəzinəyə mədaxil etməməkdə günahlandırılaraq onun həyat yoldaşını əsassız olaraq işdən azad edib. Arvadı bu barədə ərinə məlumat verəndən sonra əri həmin iş yerinə gedərək müdürlə söhbət edib. Elman Əsədov, yəni müdür, yoldaşının kassaya pul ödəməli olduğunu bildirərək ərini hədələyib və polisə məlumat verib. Bununla bağlı 31-ci polis bölməsində araşdırma aparılıb, Elman Əsədovun tələbə əsasında marketə 400 manat ödəsə də qalan məbləği qaytarmayıb. Günlərin birində həmin marketə getdikdə arvadının şəklinin lövhədə asıldığını və altında oğurluq edən şəxs kimi qeyd edildiyini görüb. Bundan əsəbləşərək Elman Əsədovdan qisas almaq qərarına gəlib. Yanvar ayında mərhum atasından qalan ov tüfəngini və 7 ədəd patronu götürərək Xəzər rayonunun Buzovna qəsəbəsində kirayə tutduğu evə aparıb. Orada mişarla tüfəngin lüləsini və qundağını kəsərək tüfəngin, yəni silahın təyinatını dəyişdirib, patronların içərisinə güllə qırma əvəzinə mismar qırıqları doldurub. O həmçinin qeyd edir ki, 2023-cü ilin fevralın 15-də Elman Əsədovun evinə gedərək onu qorxutmaq və cəzalandırmaq istəyib. Bu niyyətlə fevralın 16-sı saat 21 radələrində idarə etdiyi maşını Suraxanı rayonu təcili və təxirə salınmaz tibbi yardım stansiyasının qarşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və odlu silah olan çantanı götürüb. Tanınmama məqsədi ilə başına qara papaq qoyub. Elman Əsədovun yaşadığı Əmircan qəsəbəsi 9-cu Balaxanı küçəsinə gedib və evin hasarına çıxıb. Sonra dam örtüyünün üstündən həyətyanı sahəyə düşüb. Təqsirləndirilən şəxs cinayət hadisəsindən təxminən bir ay əvvəldən işə getmədiyini, kirayə ev tutduğunu və hazırlıq hərəkətlərini həyata keçirdiyini təsdiqləyib. Lakin bütün bu prosesin öldürmə niyyəti ilə edilmədiyini vurğulayıb. Tahir Hüseynov qeyd edir ki, hadisə ərəfəsində o, təkcə həmin gün deyil, bir neçə gün ərzində ərazini müşahidə edib və evə giriş-çıxış vaxtlarını izləyib. O, həyat yoldaşı ilə bağlı təhqiramiz söz-söhbətlər eşitdiyini və ona qarşı təzyiq göstərildiyini düşündüyünü və buna görə də qarşı tərəfdən danışmaq, xəbərdarlıq etmək niyyəti ilə həmin addımı atdığını bildirib. Onun ifadəsinə görə fevralın 15-i axşam saatlarında əraziyə gedib evin dam örtüyü və həyətyanı hissəsində gizlənərək müşahidə aparıb. Qaranlıqdan istifadə edərək tanınmama məqsədi güdüb və ətrafda kimsənin olub-olmadığını dəfələrlə yoxlayıb. Və həmin gün giriş qapısının sadə olduğunu görərək içəri daxil olub, evdə heç kimin olmadığını düşünüb və bir müddət gizlənib. Lakin onun niyyətinin əksinə olaraq ev sahibindən əvvəl ora Əsədovun, yəni ev sahibinin qohumu İlqar Əliyev və tanışı Vidadi Vahidov daxil olublar. Tahir Hüseynov aşkar edildiyinə görə törətməyə hazırlaşdığı əməli iradəsindən asılı olmayaraq başa çatdıra bilməyib. Hüseynov hadisə yerindən qaçmaq məqsədi ilə odlu silahı həmin şəxsləri istiqamətləndirərək onlardan döşəməyə uzanmalarını tələb edib. Daha sonra
Vidadi Vahidovun başı üzərindən bir dəfə havaya atəş açıb, onları qorxudaraq oradan qaçaraq çıxıb. Arxasınca gələn Vahidov həyətdə onun gödəkçəsindən tutaraq saxladıqda qaçmağa çalışan Hüseynov silahın qundağı ilə zərərçəkmişin alın nahiyəsinə zərbə vurub. Buna baxmayaraq Vidadi Vahidov, İlqar Əliyev və Elman Əsədov Tahir Hüseynovdan tüfəngi alaraq onu zərərsizləşdirə biliblər. Tahir Hüseynov öz hərəkətlərini emosional vəziyyətlə əlaqələndirib və öldürmə məqsədinin qətiyyən olmadığını bir daha vurğulayıb. Məhkəmədə çıxış edən Tahir Hüseynov bildirib ki, baş verənlər həyat yoldaşı ilə bağlı məsələlərdən qaynaqlanır və ailəsinə qarşı əxlaqsız yanaşma və nalayiq ifadələrin işlədilməsi onu ciddi şəkildə sarsıdıb. Şəxs bu cür davranışların heç bir hüquqi və mənəvi çərçivəyə sığmadığını, ədalət anlayışı ilə uzlaşmadığını bildirib. Amma zərər çəkmiş, yəni mağazanın sahibi Elman Əsədov ifadəsində göstərib ki, 2012-ci ildən etibarən iki oğlu ilə birlikdə Suraxanı rayonu ərazisində fəaliyyət göstərən marketlər şəbəkəsini idarə edir. Kadrlar şöbəsindən aldığı məlumata görə Tahir Hüseynovun arvadı Zülfiyə Hüseynova 2019-cu il fevralın 1-dən aprelin 1-nədək Yeni Suraxanı qəsəbəsində yerləşən market filialının parfümeriya şöbəsində satıcı vəzifəsində çalışıb və öz xahişi ilə işdən çıxıb. Məhkəmədə ifadə verən zərərçəkmiş Elman Əsədov bildirib ki, təqsirləndirilən şəxs məhkəmədə yalan danışır. O heç kəsə əxlaqsız təklif etməyib, təqsirləndirilən şəxsi də bağışlayıb. Hətta məhkəməyə deyib ki, yazıqdır, buraxın getsin. Mənim başıma belə işlər çox gəlir, böhtana da artıq vərdiş eləmişəm. Məhkəmə isə hesab edib ki, Tahir Hüseynovun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməyib. Onu quldurluqla əlaqədar qəsdən adam öldürməyə hazırlıq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq maddələri ilə ittiham eləmək düzgün deyil. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Məhkəmə qənaətə gəlib ki, Tahir Hüseynov qəsdən adam öldürməyə hazırlıq, qanunsuz olaraq odlu silah əldə eləmə, saxlama və gəzdirmə, qanunsuz olaraq odlu silah hazırlama və qanunla müəyyən edilmiş əsaslar olmadan ev sahibinin iradəsinin ziddinə mənzilə daxil olma maddələri ilə təqsirli bilinməlidir. Beləliklə, 2024-cü il iyulun 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra oktyabrın 30-da Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək onun cəzası 7 il 3 ay müddətinə endirilib. Salamat qalın.